Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycanın cənub xanlıqları haqqında danışacağıq. Dedik, nə baş verdi? Artıq Nadir Şah Əfşar öləndən sonra sui-qəsd nəticəsində onun yaratdığı dövlət xanlıqlara parçalandı. Məsələn, bizdə necə deyirdik, 9-11-ci əsr feodal dağınıqlığı dövrüdür. Onun kimi də 18-ci əsrin ortalarından düz 19-cu əsrin 1-ci rübünə qədər nə oldu? Deyirik ki, feodal pərakəndəlik dövrüdür, yəni dağınıqlıq dövrüdür. Bura qeyd eləmişik ki, xanlıqların meydana gəlməsinin səbəbi. Niyə xanlıqlar meydana gəldi? Çünki iqtisadi əlaqələr, yəni regionlar arasında iqtisadi əlaqələr zəif idi. Eyni zamanda natural təsərrüfat hökmranlıq göstərirdi. Məsələn, hər yerin özünün ölçü vahidi var idi, çəkisi var idi, pulu var idi. Bundan başqa nə idi? Feodallar müstəqil dövlət olmaq istəyirdilər. Bu kimi məsələlər getdi, nəyə çıxartdı? Azərbaycanda xanlıqların meydana gəlməsinə gətirib çıxartdı. Yaxşı, gəlin danışaq Urmiya xanlığı haqqında. Deyirik, Urmiya xanlığı kim yaratdı? Urmiya xanlığı bax burada yerləşir. Urmiya gölünün cənub-qərbində. Deyirik, Urmiya xanlığını yaradır Fətəli xan Əfşar. Bu Fətəli xan Əfşar Nadir Şah Əfşarın əmisi oğlu idi. Neynədir? Dövləti yaratdı. İlk mərkəzdə hara oldu? Urmiya. Yəni bu Urmiya şəhər olur. Sonradan neyniyir? Təbrizə köçürür. Yaxşı, gəlin görək. Yazmışıq ki, dövləti gücləndirməkdən ötürü ittifaq qurdu. Görək kimlərlə ittifaq qurur. Deyirik ki, Nadir Şahın yaxın sərkərdəsi vardı, Azad xan. Onunla ittifaq yaratdı. Eyni zamanda Xoy xanlığının yaradıcısı vardı, Şahbaz xan. Onunla ittifaq qurdu. Həmin bizim bu Fətəli xan Əfşarımız. Eyni zamanda yazmışıq ki, birləşdirmə siyasəti. Bəli, birləşdirmə siyasəti yürüdür. Neyniyir? Deyirik ki, məsələn, cənubda 3 dənə xanlıq istisna olmaqla. Bunu zəmzəm kimi yadda saxlayırıq da biz. Zəncan, Ərdəbil və Maku. Yəni Zəncan, Ərdəbil və Maku istisna olmaqla, yəni Maku bax buradır, Zəncan buradır, Ərdəbil də buradır. Zəncan, Ərdəbil və Maku istisna olmaqla yerdə qalan bütün cənub xanlıqlarını özünə tabe etdi. Ondan sonra neyniyir? Başlayır şimala keçməyə. Şimala keçməmişdən əvvəl bir dənə proses var. Onu deyək. Nədir bu? Məhəmməd Həsən xan Qacar. Çünki dedik axı, artıq Azərbaycanı, İran torpaqlarını ələ keçirməkdən ötürü Nadir Şah öləndən sonra müəyyən qüvvələr mübarizə apardı. Məsələn, Kərim xan Zəndi idi, Məhəmməd Həsən xan Qacar idi. Deyirik, Astarabadlı Məhəmməd Həsən xan Qacar gəlir Azərbaycanın cənubunda xeyli ərazini ələ keçirir. Ondan sonra Qarabağa hücum edir, lakin orada uğursuz olur. Geri qayıdarkən amma Urmiya xanlığını özünə tabe eləyir. Sonradan da gedir hara? Xəbər gəlir ki, nə idi? Kərim xan Zənd Astarabada hücum eləyib. Ona görə də Şiraza yürüşə hazırlaşan zaman, ora yürüşə gedən zaman sui-qəsd nəticəsində öldürülür. Ondan sonra yenidən Urmiyalı Fətəli xan Əfşar neynir? Birləşdirmə siyasəti yürüdü. Deyirik, ilk növbədə Azərbaycanın şimalında İrəvan xanlığına işarələyirik. Uğursuz yürüş eləyir. Amma ondan sonra neynir? 1759-cu ildə qeyd eləmişik. Qarabağa hücum elədi. Bəli. Qarabağı gəlir mühasirədə saxlayır. Hətta deyirik 6 ay mühasirədə saxlayır. Pənahəli xan mühasirədən azad olmaqdan ötürü öz oğlu İbrahim Xəlil xan var idi. Onu neynədi? Girov olaraq onlara verdi və Urmiyadan asılılığı qəbul edir. Eyni zamanda 1759-cu ildə Fətəli xan Əfşar deyirik, İrəvan və Şəkin də özündən tabe elədi. Deməli, Urmiyalı Fətəli xan Əfşar Azərbaycanın şimalında hansı xanlıqlar özündən tabe eləyibdi? İşıq, İrəvan, Şəki, Qarabağ. Cənubda hansı xanlıqlar? Deyirik ki, Zəncan, Ərdəbil, Maku istisna olmaqla yerdə qalan bütün cənub xanlıqlarını özünə tabe etdi. Yaxşı, gəlin görək məsələnin sonu nə cür olur? Yazmışıq ki, 1760 Kərim xan Zəndin Azərbaycanın cənubuna hücumu. Bəli, gəlir Təbrizi mühasirəyə alır, lakin deyirik Fətəli xan ona təzyiq göstərir deyə Şiraza doğru geri çəkilir. Və 1761 yazmışıq, Ucan Qaraçəmən döyüşü yazmışıq. Nə deməkdir? 1761-ci ildə Kərim xan Zənd yenidən Azərbaycanın cənubuna hücum eləyir. Və deyirik ki, Ucan düzənliyində Qaraçəmən adlı yerdə döyüş baş verdi 1761-ci. Düzdür ki, əvvəlcə bütün üstünlük Fətəli xanın tərəfində idi, lakin sonradan satqınlıq olur. Kim idi satqın? Şahbaz xan. Bunun müttəfiqi var idi, Şahbaz xan, Xoylu. Xoyun ərazisi mən işarə eləmişəm də, bu da bəli. Xoylu Şahbaz xan
Bura yəni Urmiya xanlığının şimalındaydı Xoy xanlığı. Xoylu Şahbaz xan buna xəyanət edir, keçir Kərim xanın tərəfinə. Ondan sonra Fətəli xan deyir pis vəziyyətdə qalıb Urmiya qalasına doğru geri çəkilir və nəhayətində qeyd eləmişik 1762-ci ildə, bəli, Marağa şəhərini tutur və 9 aylıq mühasirədən sonra 1763-cü ildə neynədi? Urmiyanı ələ keçirdi və Fətəli xan əfşarı götürür, aparır hara? Şiraz şənliyinə, daha doğrusu xanlıqları Şiraz şənliyinə aparır, bunu aparır Şirazda edam edir və eyni zamanda onun Kərim xan Zəndin qələbə çalmasında Azərbaycan xanlarının da əməyi var idi. Çünki nə idi? Gördü ki, bunlar arasında ziddiyyətlər var, müəyyən xanlıqları öz tərəfinə çəkir. Məsələn, deyirik ki, şimaldan Qarabağ xanlığı idi, Naxçıvan xanlığı idi, cənubda Xoy xanlığı idi, Sərab xanlığı idi, Qaradağ xanlığı idi. Bunlar onun müttəfiqi idi. Hətta bunları hara aparmışdı? Aparmışdı Şiraz şənliyinə. 1763-cü ildə, yəni girov olaraq aparır, amma adı Şiraz şənliyi idi. Şimaldan deməli Qarabağ və Naxçıvan xanlıqları idi. Cənubdan da Xoy xanlığı, Sərab xanlığı və Qaradağ xanlığı idi. Həmin bu Şiraz şənliyində iştirak eləyən xanlıqlar idi. İndi danışaq Xoy xanlığı haqqında. Bəli, əsasını Şahbaz xan qoymuşdu. Biz bayaqlarım danışanda Urmiya xanlığından Şahbaz xanın adını eşitdik. Yeni deyir əvvəlcə müttəfiq olmuşdu Fətəli xan əfşarla. Amma sonradan 1762-ci ildə Kərim xan Zəndin tərəfinə keçir. Çünki Kərim xan Zənd bunu anladır. Deyir müstəqil olarsan, buranın idarəsini sənə verəcəm. Ona görə də onun tərəfinə keçir. Amma sonradan deyir ki, girov olaraq Şiraza aparılır və Şirazda saxlanılır. Eyni zamanda yazmışıq Əhməd xan diplomatik əlaqə. Bəli, Əhməd xanın dövründə deyirik ki, daha da güclənir dövlət. Eyni zamanda bir sıra Azərbaycan xanlıqları ilə və hətta gürcülərlə, yəni Kartli Kaxetiya çarlığı ilə diplomatik əlaqələr saxlayır. Yaxşı, bura yazmışıq ki, asılı hala saldığı xanlar. Gəlin görək, Əhməd xan hansı xanlıqları özündən asılı vəziyyətə salır? Biz bunu nitq adlandırırdıq da həmişəsindən. Naxçıvan, İrəvan, Təbriz və Qaradağ xanlıqlarını özündən asılı vəziyyətə salmışdı. Amma deyirik 1786-cı ildə Əhməd xan öləndən sonra Xoy xanlığında bəli, daxili çəkişmələr yenidən güclənir və Qacarlar gələndə Qacarlardan asılı vəziyyətə düşür. Təbriz xanlığı haqqında danışaq. Bəli, deyirik ki, kim yaratmışdı bunu? Əfşarlar tayfasından olan Əmraslan xan. Düzdür, biz 3-cü Samircə üsyanından danışanda nə dedik? Dedik ki, Nadir Şahın qohumu var idi, Əmraslan xan. Onun tərəfindən 3-cü Samircə üsyanı yatırılmışdı. Bəli, deyirik, müəyyən vaxtlarda yazmışıq Ərdəbil, Qaradağ. Bəli, Ərdəbil və Qaradağı özündən asılı vəziyyətə salmışdı. Hətta deyirik ki, Əmraslan xan nə etmək istəyirdi? Azərbaycanı birləşdirmək istəyirdi. Buna görə Azərbaycanın şimalına uğursuz cəhd yazmışıq bunu. Cəhd eləyir, birləşdirir, lakin uğursuzluqla nəticələnir və hətta Urmiyalı Fətəli xan əfşardan da asılı vəziyyətə düşdü. Bu dedik, hətta Urmiya xanlığı mərkəzini keçirmişdi Təbrizə. Bundan sonra Ərdəbil xanlığı haqqında danışaq. Bəli, 1747-ci ildə Şahsevən tayfasından olan Bəbir xan və yaxud da Bədir xan tərəfindən yaradılmışdı. Deyirik, bir müddət Təbrizdən, eyni zamanda Qarabağdan asılı vəziyyətə düşdü. Hətta 1784-cü ildə Qubalı Fətəli xan gələndə Ərdəbil və Meşkin ərazilərini ələ keçirir. Lakin sonradan Azərbaycan xanlarıdır, Rusiyadır, Osmanlıdır, bunların təhriki ilə geri qayıtmağa məcbur olur. Bunun da taleyi cənub xanlıqları kimi olur. Qacarlar tərəfindən müstəqilliyinə son qoyulur. Sonra danışa bilərik, hansı xanlıqlar qaldı bizdə? Məsələn, Qaradağ xanlığı var ki, deyirik ki, bu ilk süqut edən cənub xanlığı idi. 1782-ci ildə Xoy və Qarabağ xanlıqları birləşib bunun müstəqilliyinə son qoyur və ikisi arasında bölürlər. Hətta nə olmuşdu? Kim yaratmışdı bunu? Kazım xan yaratmışdı. Mərkəzi də haraydı? Əhər şəhəri idi. Bundan başqa Maku xanlığımız var ki, bizim deyirik Bayat tayfasından olan Əhməd xan tərəfindən yaradılmışdı. Bu da 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdü. Bundan başqa Şəqaqi tayfasının yaratdığı Sərab xanlığı var idi ki, Əli xan Şəqaqi yaratmışdı. Deyir ki, Sadıq xanın dövründə daha da güclənmişdi. Bu da digər xanlıqlar kimi Qacarlardan asılı vəziyyətə düşür 18-ci əsrin sonlarında. Bundan başqa Müqəddəm tayfasının yaratdığı Marağa xanlığı var idi ki, deyir ki, Əliqulu xan tərəfindən yaradılmışdı. Bəli, bu da digər xanlıqlar kimi Qacarlardan asılı vəziyyətə düşmüşdü. Və Əfşar tayfasının yaratdığı bir dənə də xanlıq var. Biz dedik, Əfşarlar hansı xanlıqları yaratdı? Deməli, Təbriz idi, Əmraslan xan, eyni zamanda Urmiya xanlığını yaratdı.
Fətəli xan Əfşar və həmin bu Zəncan xanlığı. Deməli cənubda 3 dənə xanlığın əsasını Əfşarlar tayfası qoymuşdu. Zülfüqar xan Əfşar var idi ki, Zəncan xanlığını yaratmışdı və hətta deyirik bir müddət Qəzvin də özünə tabe eləmişdi.